Salam əziz şahmat sevərlər. Mən Qrasmeister Məhəmməd Muradlı. Sizləri Azərbaycan Şahmat Federasiyasının rəsmi YouTube kanalından salamlayıram. Masterclass dərslərimiz davam edir. Bugünkü dərsimizdə mən sizə Amerikalı Qrasmeister dünyanın hal-hazırda 7-ci nömrəsi olan Wesley Soya qarşı oyunumu göstərəcəm. Bu oyun CS:GO-nun təşkil etdiyi rapid turnirlərdən birində çox yaxın zamanda oynanılıb. Rapid kontrol olmasına baxmayaraq oyunun keyfiyyətli olduğu üçün göstərmək qərarına gəldim. Elə isə keçid eləyək oyuna. D4, ATF6, C4, J6, at C3, fil J7. Wesley So qədim indi variantını seçərək artıq riskli bir oyun oynayacağını və qələbəyə oynayacağını bəyan etmiş olur. Y4, qala qurma, fil Y2, D6. Burada fil Y3, fil J5, H4 kimi maraqlı seçimlər olsa da mən klassik bir davam yolu olan ATF3 seçmək qərarına gəldim. Y5, qala qurma və rəqibim at 6 oynayır. Burada əvvəllər daha məşhur olan gediş at C6 idi, amma at C6, D5, at Y7-dən sonra artıq ağların bir çox seçimləri var. B4 gedişindən sonra bərabərlik tapmaq qaralar üçün çox çətindir və ona görə də artıq at C6 gedişi populyarlığını azaltmışdır. At 6 son zamanların çox populyar olan bir gedişidir. Mən burada bir neçə saniyə düşündükdən sonra top Y1 gedişini etmək qərarına gəldim. Burada rəqibim fil J4 oynadı. Fil J4-dən sonra da məqsəd odur ki, əgər mən fil Y3 gedişi ilə davam etsəm, burada rəqibim qaralar iki cür seçim edə bilər. Ya 7, at D4, fil Y2, vəzir Y2, at C5 oynaya bilər və F3-dən sonra da C6 oynayıb, növbəti gedişlərdə A5 oynayıb. Belə bir möhkəm bir vəziyyətlə davam etmək istəyə bilər. Ağların kiçik üstünlüyü davam edir, amma qaralar artıq ağ fil problemini dəyişərək həll etdiyi üçün problemləri kifayət qədər azdır. Və ya fil Y3-dən sonra fil F3 vurub yenə də ağ fil problemini həll eləmiş olur və fil F3, 7, fil D4-dən sonra top Y8 oynayır və hansısa məqamda C6 oynayacaq, at C5 gələcək, A5 gələcək, yenə at D7-yə gedəcək. Qara fillərin dəyişməyi qaraların xeyrinə olduğu üçün yəni bu vəziyyət də qaralar tərəfdən normal hesab olunur. Ağlarda kiçik üstünlük qorunsa da. Ona görə də mən fil J4-də D5 oynamaq qərarına gəldim. Bu gediş o qədər də populyar deyil, amma bunun bir ideyası var ki, mən hansı ki oyunda bu ideyanı həyata keçirmiş oldum. Təbii ki, qaralar at C5 oynayır və Y4 piyadasına hücum eləmiş olur. Çünki burada artıq dediyim kimi qaralar əgər ağ filin problemini fil F3-lə həll etməyə çalışsaydılar, bu tamamilə başqa bir vəziyyətdir. Çünki fil F3-dən sonra qaralar mərkəzi yarmağı bacarmadılar və buna görə də vəziyyət ağırdı. Mənim həm ağların, yəni həm 2 fil üstünlüyü, həm də mərkəzdə üstünlüyü olduğu üçün ağlarda ciddi üstünlük var. At C5 kimi gedişlərdə hər zaman B4 ilə qarşılandığı üçün rəqib A5 gedişini çatdırmadı və üstünlük arta gedir. Burada qeyd edim ki, at D7-dən sonra A5 gedişinə qarşı hazır olmaq lazımdır. Ona görə də fil Y3 oynaya bilərik və A5-i də A3 ilə qarşıladıqdan sonra növbəti gedişlərdə biz C5 gələrək vəzir cinahında hücumumuzu davam etdirə bilərik. D5-ə təbii ki, rəqib fil F3 vurmadı, at C5 gəldi və burada mənim variant hazırlıqlarımdan biri ağlıma gəldi. Çox nadir bir variantdır, amma maraqlı idi. At C5 gedişi. Əvvəla onu deyim ki, at D2 gedişi alınmır. Ona görə ki, at D3 gedişi var. Rəqib bağlamadan istifadə edə bilər və burada fil J4-dən sonra at J4 vura bilir və vəzir J4-dən sonra at Y1 var və mən atı tutmağı bacarmıram. Çünki vəzir D1-ə at D3, vəzir Y2-yə isə at C2-dən qaçaraq canını qurtara bilir. Ona görə bu at D2 gedişi at D3-ə görə alınmır. Ona görə mən at C5 gedişini etdim. Rəqib fil Y2 vurmalıdır. Çünki filləri saxlamaq istəsə fil D7 ilə artıq B4 gedişinin altına düşmüş olur. Bu da qaralar üçün olduqca çox problemli vəziyyətdir. A5-i çatdırmadığı üçün. Ona görə fil Y2 məcburidir. Vəzir Y2. Rəqibim A5 gedişini edir ki, B4-ün qarşısını alsın. Düzgün bir gedişdir. Və mən burada J3 gedişini etdim. Şahımın inkişafı üçün bir xana yaratmış oluram. Vəzir D7.
Şarj 2. Şarj 2-nin məqsədi ondadır ki, mən H6 gedişində atımı F3-ə yox, atımı H3 xanasına qaçmaq istəyirdim və şarj 2 ilə bunu dəstəkləmiş oldum. Və atı H3-ə qaçmaqda da məqsədimi növbəti gedişlərdə görəcəyik. C6 və F3. Mən hal-hazırda piyada zəncirimi gücləndirmiş oldum və atımı H3-dən F2 xanasına gələcəkdə gətirib və oradan da D3-ə gətirərək oyuna daha lazımlı bir şəkildə qoşa bilərəm. CD5 CD5 top F5-8 gedişini eləyir qaralar və məqsəd də B5 gələrək vəzir cinahında əks oyun yaratmaqdır. Mən vəzir B5 oynadım, çünki başa düşdüm ki, burada sonluğa getmək mənim tamamilə xeyrimədir. Ərazi üstünlüyümü nəzərə alsaq və D6 piyadasının zəifliyini nəzərə alsaq, burada vurduqdan sonra rəqib əgər fil F8 kimi gedişlə qorusa, mən normal şəkildə oyunuma davam edə bilərəm. At F2 gəlib D3 xanasını nəzarətə götürə bilərəm və A4-ü də fil D2 oynayıb top A5-in qarşısını ala bilərəm və bu vəziyyət ağlarda risksiz bir üstünlükdür və uzun bir müddət oynaya bilərəm. Rəqibim ona görə vəzir B5 vurmaq istəmədi. A4 gedişini etdi. A4 gedişini etməkdən məqsədi odur ki, əgər vəzirlər dəyişilərsə, bu qaraların tempi ilə olsun və at da inkişaf eləmiş olsun və top A5 gəlib B5 gedişində çatdıra bilsin. Ona görə də mən vəzir D7 vurmadım. Rəqibin atının inkişafına kömək etmək istəmədim. Fil Y3 filimi inkişaf elətdirirəm. Fil F8. Burada at F2 oynadım. Soruşa bilərsiniz ki, niyə fil C5 vurub rəqibin piyada strukturunu korlamadım. Burada rəqibin piyada strukturunu korlamaqdan əlavə rəqibə verdiyim bir üstünlük də var. Odur ki, rəqib gələcəkdə atını Y8-dən D6 xanasına keçid edə bilər. Mən D6 xanasını rəqibin atı üçün vermiş oluram və bu D6 xanasındakı at B5, C4 ideyalarını da dəstəkləmiş olacaq. Ona görə mən D6 xanasını açmaq istəmədim və burada at F2 oynadım. Vəzir D8. Rəqibimin məqsədi top A5 oynamaqdır və sonra B5 gedişini hazırlamaqdır. Burada top AC1 oynadım. Top A5. Vəzir qayıtdım Y2-yə. Rəqib B5 gedişini gəlir, planı eynidir. B4 gələrək vəzir cinahında əks oyun yaratmağa çalışır. At D3 oynadım. Düşündüm ki, artıq bu C5-dəki atı dəyişməyin vaxtıdır. Əgər dəyişmək istəməzsə də, artıq deyək ki, bir at F7 kimi gediş etdi. Mən artıq atı B4-dən C6 xanasına getmiş olacağım və bu da qaralar üçün çox böyük bir problemdir. Və biz hal-hazırda at H3 gedişinin altında yatan mənanı görmüş oluruq. Ona görə vurmalıdır. Vəzir D3. Rəqibim burada B4 gəlmək istəmir. Çünki bu heç bir şey vermiş olmur. Mən at B1 gəlib atı D2-dən C4 xanasına və ya top C6 gələrək oyunumu davam elətdirə bilərəm. Ona görə B4 gedişi burada heç bir ciddi bir üstünlük təşkil etmir. Rəqibim burada H5 gedişini etdim. H5 gedişini etməyində məqsədi H4 gələrək at H5 gəlib nəsə bir əks oyun yaratmağa çalışmaqdır. Amma mən burada buna inanmadım və haqlı olaraq, çünki çox ciddi problem görünmür. Burada A3 gedişini etdim. A3 gedişini kompüter bir o qədər bəyənməsə də, düşünürəm ki, rapid vaxt kontrolu üçün maraqlı bir gediş idi. Mənim məqsədim at A2 gəlib atı B4-ə keçirtmək idi bu gedişlə və C6 xanasına istifadə etmək idi və B4 gedişi məcbur idi. Və B4 gedişindən sonra da mənim planım at A2 gəlmək idi. Ki, mən hər bir halda B4 xanasını atım üçün qazanacam deyə düşünürdüm. Çünki mən burada AB gedişini etsəm, top B4-dən sonra mənim bu A3 AB gedişim sadəcə olaraq özümə bir zəiflik yaratmış oldu və B2 piyadası zəifləmiş oldu. Ona görə at A2 gedişini etdim. BA, BA. Rəqibim top B2 şah verdi. Top Y2, top B3 və top C3. Əlbəttə ki, A3 piyadasını qorumalıyam. Vəziri harasa qaçdığım təqdirdə A3 piyadasını itirmiş olardım. Top C3 gəlib A3 piyadasını qorumuş oldum. Rəqibim top AB5 gəldi. Vuraraq digər topu B3-ə gətirmək istəyir və A3 piyadası üzərində təzyiq artırmaq istəyir. Amma burada at B4 gedişindən sonra toplar arasındakı əlaqəni kəsmiş oluram. Top C3 gedişi qaçınılmazdır. Əks halda mən top B3 vurub rəqib AB vəzir B3-dən sonra piyada üstünlüyünə davam edəcəm. Ona görə top C3 gedişi məcbur idi. Vəzir C3, H4 və burada vəzir C2 oynayaraq artıq A4 piyadasına
hücum eləməyə çalışdım. Və inanmadım ki, haqlı olaraq ki, bu H4 gedişi problem yarada bilər. Deyək ki, at H5 oynadığı halda mən sadəcə olaraq vəzir A4 vura bilərəm və top A5-ə də vəzir B3-dən sonra mən burada heç bir problem görmürəm. HJ-dən sonra filin J5 xanasını kontrol etdiyi üçün vəzir bura daxil ola bilmir və heç bir problem yoxdur. Vəzir A8 oynadı rəqibim. Top A2. Mən artıq A4 gedişini etmək istəyirəm və sonrakı gedişlərdə at C6 gəlib A5 ilə davam eləmək istəyirəm. Ona görə top A4 ilə rəqib qarşısını almağa çalışdı. Vəzir C3. Vəzir C3 gedişini gələndə artıq bir planım var idi. Amma Veslesov bu planı hiss etmədi. Şah H7 oynadı. Şah H7 ilə yəqin ki F5 hazırlamaq istəyirdi. Amma mən burada artıq rəqibi planımla üz-üzə qoydum və vəzir C6 gəldim. Vəzir C6-dan sonra artıq biz görürük ki, vəzirlərin dəyişməsi qaçınılmazdır və vəzirlər dəyişdikdən sonra artıq bu piyada çox rahat şəkildə vəzirə gedə bilər. Vəzir A5-dən sonra da burada fil B6 gedişi var idi. Gördüyümüz kimi top A3 gedişi də mümkün deyildi. Çünki vəzir A8-dən sonra top artıq qalırıq. Top B4 də mümkün deyil. Çünki AB-yə vəzir A2 ideyası ilə, amma burada da vəzir A8 yenə vəzir boşda qalır. Ona görə vəzir A5 gəlir və burada fil B6-dan sonra vəzirin qaçacaq yeri yoxdur. Vəzir A8-ə qayıtmalıdır. Onda da vurub A4 gedişindən sonra A5, A6 davam edə bilərəm. Rəqibim oyunda qarışıqlıq yaratmaq məqsədi ilə vəzir B4 vurdu. AB, top A2 və burada J3 piyadasını da vermək istəmədim. Ona görə fil F2 ilə bağladım. Fil H6. Hal-hazırda fil Y3 təhlükəsi var. Ona görə vəzir C3 oynayıram. Və F5-dən sonra YF vurdum. JF və burada B5 oynadım. Çox sakit bir şəkildə. Çünki rəqib tərəfdən heç bir təhlükə görmürəm. Y4 kimi gedişlər vurduqdan sonra vəzir C4 ilə, yəni 2 qat zərbə ilə qarşılaşa bilər. Ona görə burada heç bir problem yoxdur. At F6, B6, Y4 və vəzir F6, Y3, vəzir F5, şah J7, F4. Filin də yolunu kəsmək istədim. Və top F2 şah 3-dən sonra rəqibim Veslesov təslim oldu. Çox maraqlı bir oyun idi və düşünürəm ki, rapid kontrolu üçün xüsusilə keyfiyyətli oyun idi. Və burada hətta gördüyünüz kimi at C5 yeni bir ideya idi. Bir neçə oyun var cəmi bazada bu gedişlə bağlı və yeni bir ideyaya qarşı hətta dünyanın onluğunda olan bir şahmatçı belə əziyyət çəkə bilir. Və burada mənim əsas göstərmək istədiyim ideya atın H3-ə gedib və oradan F2-dən D3-ə gələrək oyuna qoşulması idi. Belə, bugünkü dərsimiz bu qədər. Gələn dərslərdə görüşənədək.